Vaxtınız xeyir olsun. Əziz və hörmətli dostlar, dəyərli həmkarlar, keyfiyyət mütəxəssisləri. Keçən videoda ölçmələrin vəhdətinin təmin edilməsi ilə bağlı və kalibrasiya nişanı ilə bağlı fikirlərimi paylaşmışdım. Uyğunluğun qiymətləndirməsi qanununa istinadən ölçmələrin ölçmələrin vəhdətinin təmin edicisi haqqında Azərbaycan Respublikasının qanununa istinadən kalibrasiya ilə bağlı tələblər var və bu kalibrasiyanı icra etmək üçün akkreditasiyalar haqqında qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdi. Bununla bağlı keçən videoda danışmışdıq. Bunlar ölçmələrin vəhdətinin təmin edilməsi haqqında qanununa istinadən tələb edilir. Demək, bu qanunun çox vacib olduğunu qeyd etmək istəyirəm və demək olar ki, keyfiyyətin idarə etmə nəticəsində ən vacib, ən önəmli bir qanundur ki, bütün demək olar ki, burada 13-cü maddədə gördüyünüz bütün sahələri əhatə edir. Yəni, həyatımızın elə bir sahəsi yoxdur ki, həmin bu ölçmələrin vəhdətinin təmin edilməsi haqqında qanun uyğunluğun qiymətləndirilməsi sahəsinə uyğun olaraq tətbiq edilməsin. Burada biz bütün sahələri görə bilərik. Özəlliklə bizim hal-hazırda mənim işlədiyim xidmət fəaliyyət göstərdiyim sahəni əhatə edir, tikinti məcəlləsinə istinad edir. Dolayısıyla bütün tikinti obyektləri bu qanuna uyğun olaraq və uyğunluğun qiymətləndirilməsinə uyğun olaraq, yəni bu Azərbaycan Respublikasının qanununa uyğun olaraq və ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq 13-cü bəndində qeyd edildiyi kimi bütün sahələrə şamil olunur. Yəni, bu keyfiyyətin idarə etməsində ən vacib və ən önəmli qanunlardan biridir. Ona görə bu qanuna keçən videoda toxunmağımıza baxmayaraq, fikirlərimi paylaşmağıma baxmayaraq, bir daha buna diqqət yetirmək istədim və bu qanunun nə dərəcədə keyfiyyətin idarə etməsində vacib olduğunu vurğulamaq istəyirdim. Bugünə bu qədər. Çox sağ olun, diqqətinizə görə sağ olun.